Hər birinizi salamlayıram. Bugün sizə uğura aparan 7 yoldan danışacağım. İnsan istədiyi hərəkəti, istədiyi vaxt asanlıqla həyata keçirə bilir. Əsl irəliləyiş amma istəmədiyin halda belə özünü məcbur edib hər hansı bir işi yerinə yetirdiyin anda başlayır. Məhz bu məqamda həyatını və karyeranı sürətli inkişaf yoluna çıxarırsan. Şəxsi intizamın ən yaxşı tərifi elə bu cürdür. Şəxsi intizam istək olub-olmamasından asılı olmayaraq etməli olduğun işi lazım olan vaxtda özünə gördürə bilmə bacarığıdır. Bu gün sahəndə zirvəyə doğru irəliləmək üçün hansı qərarları verməlisən? Nə olursa olsun, ya başlamaq, ya da vaz keçmək. Bu qərarı bu gün ver və dərhal hərəkətə keç. Təkcə bu bir addım belə həyatının istiqamətini tamamilə dəyişə bilər. Həyatının qalan hissəsi üçün məqsədlərini müəyyənləşdirmək və onlara çatmaq məqsədi ilə istifadə edə biləcəyin güclü 7 addımlı bir formul mövcuddur. Uğurlu insanların hər biri bu formuldan bu və ya digər qaydada istifadə edərək digər insanlardan qat-qat artıq nəticələr əldə edir. Sən də bunu bacara bilərsən. Həmin formul bu qaydadadır. Əvvəlcə gərək nə istədiyini qərarlaşdırasan. Birinci addım həyatının hər bir sahəsində nə istədiyini dəqiq şəkildə müəyyənləşdirməkdir. İstiqamətsizlikdənsə aydın və dəqiq məqsəd göstərməlisən. İkinci addım məqsədini aydın və detallı şəkildə yazmaqdan ibarətdir. Həmişə fikirləşərkən kağız üzərində düşün. Yazıya alınmayan məqsəd əslində məqsəd deyil, arzudur və həmin arzunun arxasında enerji dayanmır. Son tarix, yəni deadline müəyyən etməlisən. Üçüncü addım məqsədini həyata keçirmək üçün son tarix təyin etməkdir. Son tarix şuuraltı zehində məcburiyyətçi mexanizm rolunu oynayır. O sənin məqsədini gerçəkləşdirmək üçün lazım olan addımları atmağa ruhlandırır. Əgər məqsəd kifayət qədər böyükdürsə, son tarixlər də müəyyənləşdirə bilərsən müxtəlif aralıqlara uyğun olaraq. Məqsədini həyata keçirməyi təsadüflərin öhdəsinə buraxmamalısan. Dördüncü addım məqsədinə çatmaq üçün etməli olduğun bütün işlərin siyahısını hazırlamaqdır. Ağlına gələn hər bir tapşırıq və ya eləməli olduğun hərəkətləri siyahıya əlavə elə. Yeni işlər və fəaliyyətlər xatırladıqca siyahını tamamlayana qədər yazmağa davam et. Beşinci addım siyahını uğurlu bir plana çevirməkdir. Hansı işi əvvəl, hansını sonra görəcəyini müəyyənləşdir. Hansının daha vacib, hansının isə nisbətən az əhəmiyyətli olduğunu ayırd elə. Daha sonra planı kağız üzərində yaz. Necə ki, bir insan məsələn xəyalındakı evi tikmək istəyirsə, onun üçün əvvəlcə layihə hazırlayır. Altıncı addım planın üzrə hərəkətə keçməkdir. Nəsə et, istənilən bir addım at, amma hərəkətsiz qalma. Hər gün heç olmasa bu istiqamətdə bir addım at. Hər gün səni hazırki ən vacib məqsədinə doğru aparan ən azı bir iş gör. Səni irəli aparan bir işi ilin 365 günü yerinə yetirmək vərdişini formalaşdırmaqdır. Bu formulu həyatında hər gün tətbiq etdikdə nə qədər böyük nəticələr əldə etdiyini heyrət edəcəksən. Gələk praktiki tapşırıqlara. Bu fikirləri dərhal həyata keçirmək üçün edə biləcəyin iki əsas addım var. Birincisi, nə istədiyini dəqiq müəyyənləşdir. Onu son tarixlə birgə yazıya al, plan hazırla və bu gün heç olmasa bir məqsəd üzrə dərhal hərəkətə keç. İkincisi, bu məqsədə çatmaq üçün ödəməli olduğun qiyməti müəyyən et və həmin qiyməti ödəməyə başla.